Hər vaxtınız xeyir, necəsiniz? İndi mən sizə qeydiyyatdan keçdikdən sonra Darella'da necə sayta daxil olub komandanı görmək olar, necə pulları yığmaq olar, necə çıxarış etmək olar, hamısını bu videoda göstərəcəm və o formada siz də eləyərsiniz. Yaxşı. Demək, burada görürsünüz daxil ol işarəsi var. Biz burada daxil oluruq. Buraya yazırıq login. Buraya yazırıq şifrə. 2, 3, etkimail, aha, gördünüz. Daxil oldu. Baxın, burada çıxarış eləyən xanımların qazançlarıdır. Yəni, hansı tarixdə nə qədər çıxarış edib, hamısı göstərilir. Yəni, inşallah siz də bunları çıxardacaqsınız, qazanacaqsınız. Əsas indi gəlirik önəmli məsələ. Baxın, burada görürsünüz adın yanında, loginin yanındakı yazıya. Baxın, buna tıklayırsınız. Gördünüz. Burada var gəlirlərim, balans. Burada endirimdir. Yəni, mən hal-hazırda ikinci bir ətir almaq istəsəm 30% endirim əldə edirəm deməkdir. Siz də bu endirimləri görsəncə kimisində 15%, kimisində 25%. Belə, vəzifəyə görə endirim artır. Burada isə balansda 54 manat. Burada isə balansda gözləmədir. Bu nə deməkdir? Yəni, sizin gözləmədə olan məbləğ 5 gün gözləyir, sonra keçir balansa. O balansı da yığmaq lazımdır. Buradan bura keçirtmək lazımdır. Onu necə eləyirik? Baxın, düşürük aşağı. O gözləmədə sözü indi başa salacağım sizə. Görürsünüz, tarix, Talıbova Gülarə. 23 martda bugün qeydiyyatdan keçib, yığıma qalıb 5 gün. Bu 51 qəpik ekstra bonusdur. Amma əsas qazançlar buradadır. Bunlar hamısı ekstra bonuslardır. 51 qəpik. Biraz düşürsünüz aşağı, düşürsünüz. Baxın, burada komanda var. Məsəl üçün, sağda 123 nəfər, solda 124 nəfər. Baxın, zəif qol, güclü qol burada görsənir. Opşi dövrüyə görsənir. İndi gəlirik əsas məsələ. Baxın, burada tutalım. İlahə, gözləmədədir. Nə zaman bundan pulu götürə biləcəm 2 manatı? Ayın 28-i. Gözləyəcəm ayın 28-i. 28-i buradakı məbləğləri götürəcəm. İndi bugün yığa biləcəyi məbləğlər də var. Baxın, bu gözləmə vaxtı tamamlanıbdır. Bundan da pulu yığıram. 2 manat 28 qəpik. Binari gəlir yığmaq istəyirsiniz? Bəli, basıram. Gördünüz? Baxın bu formada. Sizdə də 5 gün kimisə qeydiyyat olanda sizin komandanızda 5 gün sonra bu formada yığ sözü açılır və siz yığırsınız. Yığ sözü açılmasa demək gözləmədədir. Gözləmə tamamlanandan sonra yığ sözü açılacaq. Yəni, narahat olmayın. 5 gündə ona görə vaxt qoyulub ki, qoy məhsul qablaşdırılsın, məhsul o həmən yerisinə gedib çatsın sağ-salamat, ondan sonra pul otursun. Yəni, çox ədalətli bir sistemdir. Həqiqətən hər xırdalığı, hər şeyi fikirləşirdi. İndi burada ekstra bonuslardan da yığmaq olur. Hə, baxın, burada da 51 qəpik. Bunlar da ekstra bonusdur. Eyni adamlardan 2 dəfə bonus yığırsınız. Bir normal bonus, bir də ekstra bonus. Baxın. Gördünüz? Baxın, belə bir qəpiklər yığdınız. İndi gəlirik əsas məsələ. İndi bunu da yığın. İndi məbləği görəcəksiniz. Baxın. Sizin qabağınıza çıxarış edəcəm. Baxın, 65 manat. Bayaq 54 manat neçə qəpikdir. Gördünüz, balans gözləmədə aşağı düşdü, balansa keçdi. İndi bunu çıxarış eləyirik. Çıxarış eləməyə basaq görək. Baxın, çıxarış etmək. Aşağı düşürük. Minimum 65 manat idi. Hə, minimum 65 manat. Sonra 900 plus, burada belə yazırıq nömrənin. Plus 994 50 459 97 36. Baxın, gördünüz bu formadadır. Aha. Çıxarış sorğu yarat. Gördünüz, məbləğ azaldı. 65 manat 26 qəpikdir, məbləğ azaldı. Opşi çıxarışı eləyib bu vaxtdakı 163 manat, bu isə 65 manat. Yəni 24 saatda bu da məbləğ mənə yüklənəcək. Gördünüz, indi gəlirik əsas məsələ, komanda. Binari komanda. Bax, burada gördünüz binari komandanı. Komandamıza qeydiyyat olanda, öz linkimizdən qeydiyyatdan kimsə keçirəndə. Baxın, burada indi 2 qeydiyyat məni gözləyir. Mən indi birini sağa əlavə eləmək istəyirəm. Baxın, sağa. Bəli. Birini də sola əlavə eləyim. Komandamı bölürəm, axı. Gördünüz, indi kiminsə adına düşdü. Bu da mənim, baxın, adımdır. Burada bir qolum var, tutalım Bahar. Burada bir qolum var, Aydın. Bahara keçək.
Baxın, Baharın da. Baxın, sağında 62, solunda 61 nəfər var. Aynurə var, Nurlana var. Baxın, bu formada gedir. Sizin komandamızda da görsənir. Aynurənin adında 31 nəfər var, 30 nəfər var. Görürsünüz? Bunlar hamısı dəvət etməyən xanımlardır. Amma yəni yuxarıdan qeydiyyatlar olub deyə adlarını düşürüb. Görsə sizlərin də adında olacaq. Yəni kimisə qeydiyyat eləyəndə komandamızda təsdiqləyirik biz buradan. Siz Binari komandanın bölümünə girib orada ya sağa ya sola əlavə edirsiniz və sistemdə komandamızı görürsünüz. Baxın, misal üçün Aytacın özündədir. 62 nəfər sağda, 62 nəfər soldadır. Xanımda misal üçün belə tutan bu Zəhraya keçirik. Zəhrada da yəni bu formadır. Görürsünüz? Yəni bu cürdür. Bax, burada hamısı məlumat verilir. İndi gəldik məsələ nə? Əgər siz kimsə qeydiyyatdan keçirmək istəyirsinizsə, özünüz qeydiyyatdan keçirmək istəyirsinizsə, baxın, burada 3 xəttə basırsınız. Baxın, burada linki paylaş var. Linki paylaşın üzərine tıklayırsınız. Baxın, bunu kopyalayırsınız. Bu sizin öz linkinizdir. Və ki, istədiyiniz adama atıb qeydiyyatdan keçirib məhsul vursa sizin adınıza yazılmış olacaq. Və biz buradan təsdiqləyiniz, siz Binari komandama girib təsdiqləyirsiniz. Bu da öz yerində. Gəldik sonra burada başqa nə var? Sifarişlərim. Əgər sifariş vurmuşsunuzsa burada görsənir. Mesela mən çoxdan misal üçün vurulub, təhvil də götürülüb. Burada sifarişinizi rahatlıqla izləyə bilirsiniz. Mən 2 dəfə zakaz vurmuşam deyə özüm üçün ətir almışam. Bu arada ikinci ətir alanda, indi ətir bitən bir şeydir də, gedib niyə başqa mağazaya xeyir verirsiniz ki? Endirim, Darullu Klub endirimindən faydalana bilirsiniz, endirimdən alırsınız. Baxın, bu formadadır. Burada endirilmə məhsullar var, biznes plan var, təlimat var. Burada da hamısını görürsünüz. Özünüz də digər şeyləri qurtalayıb baxa bilərsiniz. Qazanç planı və s. Gördünüz hamısını. Yəni bu da komandamdır. Komandamda indi bunu da basın. Burada görəcəksiniz. Opşu komanda, burada da var komanda. O bir tərəfdə də var komanda. Yəni hər yerdə görsənir. Sizin komandanız kimlər var, nədir, nə deyil. Yaxşı mı? Belə. Ümid edirəm hər şey aydın oldu. Burada çıxarışı, komandanı, qeydiyyatı, hər şeyi gör. Gəlirləri necə nağlaşdırmaq lazımdır. Sizin gözünüzün qabağında hamısını etdim.